yaşayır. Bəli. Baxmayaq ki, Ramin sənin kimi ikinci dəfə də ailə qurdu. Üçüncü dəfə. Üçüncü dəfə ailə qurdu. Bugün Raminin də xanımı hamilədir. Allah tez bir zamanda evladını dünyaya gətirməyi nəsib eləsə. Bir gün bir vaxt keçsəm, Ramin sən zəng vurubsa qızımı görmək istəyirəm. İcazə verərsənmi onu? Bu keçən ay olmuşdu belə bir şey. Mənə zəng vurulmamışdı, dayıya zəng vurulmuşdu. Mən icazə vermədim. Vermədin? Yox. Çünki il yarımdır o uşağı ata tərəfdən heç kim axtar. Və belə bir şey var ki, ya bu uşağı, çünki mənim uşağım artıq qanır. Ata istəyir. Ya bu uşağı sən həftədə 2 gün gəlib görəcəksən və uşağının bütün rasxodunu qarşılayacaqsan, bəli, tələbatını qarşılayacaqsan, ya da sən gedib ildə bir dəfə gəlib mənim uşağıma travma yaşatmayacaqsan. Özünə dedin bunu Raminin? Dayəmdən xəbər göndərdim. Çünki o da mənə dayə ilə xəbər göndərmişdi. Və bilirsiniz nədir məsələ? Ortada bir övlad var. Mən hər zaman ətrafıma deyirəm ki, boşananda belə elə boşanın ki, üz-üzə gələ biləsiniz. Sağlığınız olsun. Çünki bizim ortada övladımız var. Mən heç kimlə düşmənçilik aparmamışam. Heç vaxt. Mən övladımın atasına da ilk gündən demişəm ki, uşağı nə vaxt istəsən gəlib görə bilərsən. Amma ta ki o günə qədər ki, mənim uşağım 40 qızdırma ilə yanırdı. Bağırsaqlarına heyvan ətindən mikrop düşmüşdü. Və biz səhərə qədər xəstəxanada qalmışdıq. Mənim uşağım 12 gün əziyyət çəkdi. Mən gecə yazdım ki, uşağa dərman lazımdır. Gecə saat 3 qızdırma qalxıb uşağı qoyub gedə bilmirəm. Bakıda da heç kimim yoxdur. Gecə saat 4-də mən kimə yığa bilərəm dərman gətir? Yalnızca bu uşağın atasına. Əgər o dərmanı göndərə bilmirsə mənə və telefon göndərirəm deyib telefonu söndürürsə, demək ki, bu insana uşaq lazım deyil. Mən Raminin tərəfini saxlamayacağım, amma sən bilirsən Raminin evladı çox ağır bir xəstəlikdən əziyyət çəkir. Bilirəm və çox da pis.